Kaydı başladım. Başlayaq dərsimizə. Əgər sualınız, qeydiniz yoxdursa mənə, varsa verə bilərsiniz sualınızı. Gəlin giriş olaraq başlayaq. Bu arada deyim ki, dərslərimiz qayd olunur. İndi başa salacaqlar sizə də, hər birinizə user password da verəcəklər. Bizim kabinetimiz var. Ora yükləyirəm dərsləri, tapşırığı da ora qoyuram. Dərslərin prezentasiyasını da yükləyirəm. Yəni boş vaxtınız oldu, nəyisə dəqiqləşmək istəyir, baxın. 24 saat WhatsApp açıqdır, mənə sual verə bilərsiniz. Problem deyil heç nə. Yəni hər bir mövzuda dəstək ola bilərəm. Sonra testlər olacaq. Hər elə bir chapter bitəndə, bölmə bitəndə testlərimiz olacaq. Və praktiki dərslərimizə mütləq gəlin. İndi hələ ki başlanğıcda praktiki dərslər olmur, çünki praktika yoxdur. Hansı ki diaqramları keçəndən sonra biz praktiki dərslərdə intensiv olacağıq. O tapşırıqları işləyin, gətirin, baxaq, müzakirə eləyək. Evdə işləyə bilmirsiniz, okey, gəlin oturun burada işləyin məndən. Amma gəlin 6-cı günlər. İndi onu danışarıq. 6-cı günə salmaq istəyirik axşam tərəfinə. Yəni sizə də uyğun olsa, qoşula bilməyən onlayn qoşular. Gəlsəz arzu olunandır. 6-cı gün 4-dən əvvəl olmaz olsun. Olar. Olar ki, elə olsun. Mənim 6-da o biri qrupumdur. 6-dan qabaq bu qrupum olacaq da yəqin ki, hə. Ya sizi onlardan sonraya salmalım, ya əvvələ. Əvvələ. Onlar 6-da gələrsiniz, 4-də, 3-də, 2-də, abeddən sonra, belə. Hə, və belə. Ayda bir dəfə imtahan, dərsimiz 8-8-8, 32 dərsdir də, belə deyim. O praktikaları saymıram da mən dərsdən. Ona görə sırf şifahi bu mən deyirəm, siz qulaq asırsınız, bu 32 dərsdir. Onun aralarında 2 saat daha otura bilərik. Baxır sizin oturma şeyinizə də. Nə qədər desəz öyrənənə qədər otura bilərik ki, tək siz öyrənin. Çəkin, baxın, səhv eləyin, gətirin, işləyin mütləq şəkildə. Xanım interyer dizaynerdir, ona diqqət elədim. Onlar daha çox şey olurlar. Belə təcrübəm bunu göstərir. Hansı ki, proyekt düzəldənlər, onlar daha çox meyilli olurlar. İndi keçəcəyik qabaq dərslərimizdə dizayn çəkməyə də, belə deyim, vizual. Baxın, məsələn, mən sizə şeylər də atacağam, linklərdə özünüzə də maraqlı gələcək. Bizim işimiz elədir ki, adi məsələn, bugün marketinq nəsə təqdim eləyir. Baxıram, görüm ki, mən bu işi də görə bilirim. Hər bir işdən görə bilirik də biz. Hə, yəni maraqlı gələcək özünüzə. Səhifələr görəcəksiniz, dizayn edilmiş də, özünüzə maraqlı gələcək ki, ha, bunun burasını bura qoyun, bunu dokumentasiyada belə yazım. Daha çox belə həm texnikidir, həm də belə girly şeylər də olur. Bizim girişdə keçəcəyimiz dərs IT biznes analitika nə ilə bağlıdır? Sahənin əsas məqsədi nədir? IT biznes analitikanın işlədiyi sistem nümunələri hansılardır? Dedik ki, IT biznes analitika biznes ehtiyacları, problemlər, proseslər analiz eləyir, onları texnoloji həllə çevirir. İşləməyən bir şey varsa, biz oturub analiz eləyirik. Yeni bir şey var, olmayan, sıfırdan bir şey varsa, onu biz oturub analiz eləyirik, çıxardırıq. Çatışmaz bir şey varsa, məsəl üçün, satışlar aşağı düşüb, neyniyək? Marketoloq oradan deyir, kampaniya dizayn eləyək. Hə, bizdə avtomatik gəlir. Kampaniya dizayn eləyəndə arxada bu işləməlidir. O bir dənə söz deyir, biz bir dənə sözdən belə qarmon kimi çıxardırıq çoxlu fikir. Çünki o bir ideya deyir bizə. Bir sözün funksiyonallığı var, arxada işləyən prosesi var. Onu da biz bilirik, biz təklif eləyirik. Həlli IT biznes analitik təklif eləyir ki, yəni bu variant var, bu variant var. Hansını seçə bilərsən? Adi məsələn vəzifə artımında da buna fikir verirlər. Çox mütləq bir şeydir ki, IT biznes analitik həll təklif edə bilirmi? Adam düşünə bilirmi ki, neyniyək? Yoxsa biz oturub bizə baxır. Bu da vacib bir məqamdır. Bu istiqamət həmişə demişik ki, IT ilə biznes arasında körpüdür. Bu sözü tez-tez eşidəcəksiniz. Biznesin tələblərini anlamaq, onları düzgün sənədləşdirmək, IT komandaya düzgün şəkildə ötürmək, nəticədə işləyən, effektiv, dəyər yaradan bir sistem yaradırıq. Baxın, Sima yox idi da, nə bilim, neçə ildir var Sima? 2 il, 1 il, 2 il. Gördünüz, oturdular, fikirləşdilər, neyniyək, bunu elədir. Çoxsunda türklərdən götürüblər də, yəni onun e-nabız var türklərdə, dövlət proqramlarını oradan götürüblər. Onlar bizdən daha qabaqdadılar da bu söhbətdə.
fikirləşdilər, ideya gəldi, oturdular, proqramlaşdılar, oturdular, daha doğrusu sənəd yazdılar, sonra proqramlaşdırmağa verdilər. O ortadakı sənəd yazmaq hissəsi bizdədir. Gəldilər, deyirlər ki, hə, bu olsun, bu olsun, bu olsun, şifahi gəlib deyir. Komandada produkt owner olur, məhsulun sahibi. Oturur, sənə şifahi deyir hər şeyi. Ki, mən istəyirəm belə olsun, elə olsun, tort olsun, belə olsun, hə, tort olsun. Deyir ona. Yəni, siz onun xırda detalına getmək bizə qalıb. O çünki deyir, onun ifləri var ya, belə olsa nə olacaq, belə olsa nə olacaq, biz də onu fikirləşməliyik. Onu da otururuq. Yenə də ChatGPT-də promptlar var. O promptu düzgün yazmağı da keçəcəyik biz bu proqramda ki, bizə necə, onu yəni kör-köranı işlədəndə heç nə vermir, sıfır. Hətta halüsinasiyalar verir, yəni çox da güvənmək olmaz. Sadəcə kömək ola bilər. Məsələn, mənim bugünkü işimdə o mənə %40% köməkdir. Məsələn, flow deyirəm çəkməyi, ağzına gələni çəkir verir. Nə qədər də ideal deyirsən şeylər, mənim kimi ola bilmir o. Və onun çəkdiyini heç kim anlaya bilmir. Yəni insanın rolunu əvəz eləyə bilməz əlbəttə. O mənim yenə deyirəm %40% məni işimi asanlaşdırır. 5 günə görəcəyim işi 3 günə görürəm ondan məsəl üçün. Yığır da bir yerə. Tam mürəkkəb bir dokumentasiya atıram, qanunvericilik. Nə bilim, neçə maddədir. Onu mənə qısalaşdırır, oxumuram da bir-bir. Sadəcə burada kömək eləyir. Deyirəm ki, filan məqamlar hansı məddədir, bir də oxumayım da sən ver. Məsələn, mən oturub 2 günə bəlkə də oxuyacaqdım, onu mənə 1 saata verdi, oxurdum. Belə tam güvənmək olmaz süni intellektdə, yenə deyirəm. Flow çəkmək də elə bir şeydir ki, bu ciddi bir məsələdir. Sistemin arxitektorları var. Biz flow'unu çəkirik, veririk arxitektorlara böyük layihələrdə. Əlbəttə ki də kiçik tapşırıqlar da olur, onu da işləyirik, amma mənim dediyim böyük layihələrdir. Arxitektor sizin o flow var, çəkirsiniz. Başdan sona addımlar toplusu deyirlər flow'a, axın. Nədən sonra nə gəlir, nədən sonra nə gəlir. Alqoritm keçmişik informatika dərsinə. O əsaslıdır, oradan götürülüb bazası. Onu necə düzgün versək, arxitektorlar, onlar bizə o qədər düzgün geri dönəcəklər. Səhər amma nəsə olanda, deyəcəklər, hə, ITB dokumentasiyanı düz yazmayıb. Ona görə bir dənə titiz və diqqətli olacağımız məqam tələbi düzgün dəqiqləşdirib gətirib bu dokumentasiyayı düzgün yazmaqdır. Burada həssas mövzudur. Burada biraz diqqətli olmaq lazımdır, fokusda olmaq lazımdır. Yəni işimizi planla qurmaq lazımdır. Getdik, indi keçəcək yol mərhələləri də. Getdik, şifahi işlərimizi həll elədik, notlarımızı götürdük, filankəslə görüşdük. Bugün məsəl üçün vaxtı düzgün bölürük də. Yazdıq onu dəftərimizə 4 dənə, 5 dənə məsələn tələb. Sonra dokumentasiyanı yazanda çalışın heç kimlə danışmayın. Oturun sakit, bunları yazın və ChatGPT-yə düzgün indi prompt yazmağı öyrənəcəyik. O sizi qoyun challenge eləsin, suallar versin sizə. Qoyun o sizin elə bir ki jüri olsun. Deyən mənə suallar ver, daha nələri araşdırım. Belə istifadə eləyin daha çox. Biz onu effektiv, dediyim şəkildə düzgün ötürsək IT komandaya, bizim işimiz bitirir, rahat, next taska keçə bilərik. Yəni orada problem çıxmayacaq da, o geri qaydanda üstümüzə bizim. Hə, bunu burada eləməmsən axı. Həm fokusumuz pozulur, bir taskı təzə qurtarmışdım da, təzədən ora qayıtmalıyam, əlimdə başqa işim var. Nə qədər düzgün elədiniz, o qədər işiniz asanlaşacaq. Nə qədər yola versəz onu, təzədən yenə geri qayıtmalı olacaqsınız. Onsuz da bu dönüb dolaşıb səhv eləsək bizə gələcək onsuz da. Yenə biz düzəltməliyik onu. Lütfü qabaqcadan dəqiq eləyin, ona tam vaxt ayırın, full fokus olun. Nəinki sonradan üstünüzə qayıtsın. Və bizim bu etdiyimiz analizin nəticəsində effektiv bir sistem yaranır. Baksız. Məsələn, bugünkü gün mən bəyənmirəm smart custom-ı. Çox mürəkkəbdir, işləmir, köhnə sistemdir. Mən o dizaynı qəbullanmıram. Baxıram, bazarda digər şirkətlərin işlədikləri interfeysə, sürətə çox ideal şəkildə işləyir. Yəni, o ideallıqda bir iş çıxartmaq lazımdır ortalığa. Wow effekti yaratmaq lazımdır. Yəni IT biznes analitika dedik, biznesdir, texnologiyada analizdir. Bizim əsas funksiyalarımız gedirik, biznes tələbləri toplayırıq. Prosesləri analiz edirik. Əziz və to be. Bunların hamısının bir-bir keçəcəyi nə olduğunu. Sənədləşdiririk, sistem inteqrasiyasını analiz edirik, test və qəbul proseslərini edirik, komandalar arası kommunikasiya edirik. Deyirik ki, tutaq ki, biz işləyirik X bir şirkətdə, hansı olsun, bank sektoru olsun məsəl üçün. Təzə bir layihə var, bir banka istəyirlər ki, nə bilim, səyahət sığortası qoşsunlar. Birinci müəyyənləşdiririk, hamısının texnikalarını keçəcəyik. Mən də ümumi məlumat verirəm. Bunların detalına dipli gedəcəyik, yəni.
Biznes tələbləri toplayırıq. Adamlar kimlərdir? Tutalım ki, Əli, Vəli, Məhəmməd. 3 nəfərimiz var. Maksimum bunlardan öyrənə bilərik. Birinci araşdırdıq, qoyduq bunları qırağa ki, mən bunlarla görüş salmalıyam. Onların texnikaları var, onlarla necə görüş salmalıyam. Çünki hər insan bir cürdür. Biri işini öyrətmək istəməyə bilər, biri nə bilim qəribə yanaşa bilər. Onlara necə yanaşmaq lazımdır, hamısını öyrənəcəyik. Düzgün, çünki bunların hər biri intervyu sualıdır. Bu dəqiqə ən yaralı sual biznes tələblərinin toplanmasıdır. Adamlar var 8 il, 10 il iş təcrübəsi ola-ola bu sualdan kəsilirlər intervyudan. Halbuki 10 ildə işləyir bu sahədə. Düzgün ifadə edə bilmir texnikanı. Çünki bu bir sertifikat sualıdır. Sertifikasiyada bunlar keçilir. O sertifikasiyanı keçə bilməyənlərdən olsun ki, 100 iş təcrübən olsun da, onu oxumalısan da, sən 10 ildir burada işləyirəm deyib özünü inkişaf elətdirməyə bilmərsən. Bu sənin ziyanıdır. Sonra proseslərin analizi, əziz və to be nədir? Köhnə versiya, yəni indi necə işləyir, necə olmalıdır? Biz onları çıxardırıq, arasındakı boşluğu da çıxardırıq və əsaslandırırıq ki, buna əsasən eləyirik biz bunu. Daha sonra sənədləşdirmə, dediyim kimi dokumentasiya, səliqəli şəkildə nə, necə, nə cür olmalıdır yazırıq. Ötürürük developera, işləyir rahat. Sənədləşmənin yazımını biz yazırıq. Sonra sistem inteqrasiyası analizi. Nəyə inteqrasiya olacaq? Məsələn, bugünkü gün kredit götürəndə inteqrasiyalar var. Biz bank hardan bilir, harda işləyirəm, neçə manat maaş alıram, inteqrasiya edib Asan Finansla, DSMF-lə. Təqaüdlər DSMF-lə, iş yerlərinin Asan Finansla. Dövlətin API-larıdır, yəni onun məlumat bazası var. Biz gəlib danışmışıq, əl sıxışmışıq ki, hər səni sorğulamağıma görə 0.neçə qəpik verəcəm, sən mənə maaş məlumatını gətir. Bank oturub analiz edib ki, mən o qədər kreditdən qazanıram da, mənə neyəcək ki, 0.neçə qəpik. Qoy gedim iş yerini öyrənim, gətirim, çünki sənədləşdirmədə buna lazımdır. MKR, mərkəzləşdirilmiş kredit reyestri. Gedirik Asan Xidmətdən alırıq bunu. İş yerinə düzələndə lazımdır bu sənədlər. Onu hardan bizə verirlər? Sorğuluyurlar, baza var. Bir baza var, dövlətin bazasıdır. Və yaxud bizim Daxili İşlər Nazirliyində olan şəxsiyyət vəsiqəsi məlumatlarımız. Onu hardan sorğuluyur bank? Həmin o bazadan. O da gəlib bizim e-qovumuza, my-qovumuza düşür ki, bank səni sorğuladı. Onun özünün lead bazası var, Siz, məsəl üçün, o da hüquqi cəhətdən, yəni elə-belə olmur da, əslində sorğulamaq qadağandır. Sadəcə biz hardansa keçəndə, nə bilim, bankda da bir dənə debit kart almışam, orada quş qoymuşuq. Mən razıyam ki, məlumatlarıma baxılsın. O quşu özündə saxlayır, hüquqi cəhətdən özünü sığortalayır. Ki, səhər müştəri deməsin ki, mənim məlumatımı niyə sorğulursan? Bu çünki şəxsi məlumatdır. Maaş, kredit tarixçəsi üçüncü şəxslə paylaşıla bilməz. Kart məlumatı, şəxsiyyət vəsiqəsi məlumatı olmaz. Ona görə bank icazə alır, bank üçüncü şəxsdir. Burada bizlə dövlət arasında olan məlumata girir. Bu inteqrasiyadır. Görürsünüz, 3 nəfər arasında bir bağlantı qurdu. Bank getdi, inteqrasiyasını qurdu, icazəsini aldı. Bu inteqrasiyaları da biz qururuq. Test və qəbul prosesləri. Sonda biz dedik ki, belə olsun, belə olsun, belə olsun. Dokumentasiyanı da yazdıq, hər şeyi bitirdik, verdik, developer elədi. Oturub bitmir bundan işimiz. Bizim test meyarımız var. QA test eləyir. QA hər cür test eləyir, stres testi də salır, hər cür testlər eləyir QA-lər. Amma axırda son dəfə User Acceptance Testing, UAT, bunun CV-lərdə də çox yer almalıdır, önəmli bir məqamdır bizim CV-lərimizdə. UAT nədir? Mənim verdiyim tələblərim görüm düzgünmü axırda yazıblar. Dokumentasiyanı açıb baxıram. Tutalım, funksional tələb yazmışam da, belə olsun, belə olsun. Burada 3 dənə tutalım bənd çıxsın, burada 2 dənə bənd çıxsın. Bir dənə gedirəm flowunu ki, axıra qədər başlayıram, login oluram, nə bilim, pinimi verirəm, axtarış eləyirəm. Bu journey deyirlər, səyahət. End-to-end journey, customer journey. Bu istifadə olunan bir termindir. Bu nədir? Yəni müştərinin səyahəti, flowda səyahəti. Girirəm, səyahət edirəm, deyə bilim ki, gedirəm xəritə üzrə. Bunu yoxlayıram. Komandalar arası kommunikasiya. Yenə deyirəm, kommunikasiya çox vacibdir. Siz desəz ki, yox, mən ondan niyə soruşmalıyam? Belə şeylər eləsəz, yox, iş getməyəcək. Yəni, hansı qapını istəsəz döymək lazımdır. O gün iclasda da, məsəl üçün, bizdə belə bir neçə ilin analitiki deyir ki, mən axı filan kəsi gedib razılaşdıra bilmirəm. Tuta bilmir də, vaxtı var, deyir ki, vaxtı yoxdur, deyir, mənim işim var, get, nə bilim, şeylə. Onu tuta bilməmək, yəni ona demirlər ki, tuta bilmirsən, eybi yox da, sən neyiniyəsən ki, o belədir. Ona deyirlər ki, bacar bunu, elə.
Yəni bizə maraqlı deyil. Necə eləyirsən elə. Və ona görə də biz ITBA texnikaları keçəcəyik ki, o insanlara necə yanaşmaq lazımdır. Və hər biri yenə deyirəm intervyu sualıdır. ABB-si olsun, nə bilim paşası olsun. Hər birində mənə bu intervyu sualını veriblər. Falan kəs cavab verməyəndə nə edəcəksən? Yəni o sualdan da kəsilirlər. Misal üçün nə edəcəksiniz? Məsəl üçün bax ABB mənə sual vermişdi də. Deyir ki, bir nəfər var, işin ondan keçir. O da mail yazırsan, nə bilim hər şey eləmirsən də, cavab vermir. Nə edəcəksən? Orada əsas cavab o idi ki, mən də qalxdım dedim ki, onda 3 il əvvəl idi də, bu qədər təcrübəli deyildim. Qalxdım dedim ki, mən də müdiriyyətə deyəcəm də. Bu səhv cavabdır. Olmaz şikayət eləmək kiməsə. Hə, bu dedim eskalate eləyəcəm müdiriyyətə ki, şey eləsin, getsin özü məşğul olsun. Hə, o səhv cavabdır. Ona görə kəsdilər məni ABB-dən. Hə, demək lazımdır ki, gedərək birinci mail yazaram. Etapları var. Cavab vermədi. Çünki mailə cavab vermə etikası 7 iş günüdür. Mənə də bu dəqiqə lazımdır da, o havası kimi məndən tələb edirlər. Dirəklər ki, tez ol da bunu ver, nə oldu? Hə, cavab vermədi mailə bir gün. Gedərəm, tutalım ki, daşmaq istəsəz çıxa bilərsiniz. Hə, mən gedərəm yanına, o olmalıydı. Ki, soruşuram, filan kəs vaxtım var. Hə, o da olmasa, yenə də mənə rədd cavabı versə, simulation. Həmin şeyi, bunun öyrənmək istədiyim bir şeyi predə, testdə simulyasiya eləyərəm. Gəlib yoxlayaram ki, prosesdə nəyi öyrənmək istəyirəm. Bu 3 yolu var. Mail yazaram, cavab verməsə yanına gedərəm, yəni canlı kommunikasiya quraram. Buradan o bilir ki, mən soft insanam, yoxsa toksik insanam da. Mən yəni necə yanaşıram bu mövzuya belə. Necə menecə eləyirəm bunu. Yəni sırf mənim orada yanaşmam önəmlidir onlara. Onlara maraqlı deyil filan kəs problemli adamdır. Hə, ona yaxınlaşma olmaması da toksikdir məsəl üçün. Onlara maraqlıdır ki, sən ona podxod tapacaqsan. Necə bacarmaq. Bu lazımdır kommunikasiya. Mən sizə deyim ki, bu işdə qızlar 5-0 qabaqdadır. Həqiqətən onlar cavab vermirlər. Şəhər xidmətində də elə seçirlərdə. Hə. Qəşəng xanımlar qoyurlar ora, qəşəng dili o. Qoyurlar ora. Yes, biz qabaqdayıq buna görə də. Bizim inkişaf etmə şansımız daha çoxdur oğlanlardan. Amma mən sizə deyim, elə oğlanlar var ki, görürəm, şoka düşürəm. Tutduğunu necə qopardır. Ay Allah. Azdır. Hə. IT sektorunda məncə daha da azdır. Hə. Yəni IT biznes analitikinin daha azdır. Mən burada da işlədiyim yerdə işləmək demək olar ki, yoxdur. Ona görə ancaq qız istəyirlər ki, biznes analitikə bir qız qoysun. Çünki bunlar özünü ifadə belə eləyə bilmirlər. Amma ver super yazacaq sənin üçün istənilən kodu falan super yazır. Amma denən də buna, yəni sadəcə heç nə həll edə biraz məsələn kobudluqlar olur. Regulovka eləmək lazımdır sizə. Kim onlar belə şey eləyəsən. Yazıqlar əslində hər şeylə razılaşır. Nə deyirsən, okeydir də, amma o qədər soyuq cavab verirlər. Kənarda elə bilirlər ki, belə bir şey soyuq var falan. Amma məsələn yazıqlarla Sizdə necədir Sabina xanım kommunikasiya? Kommunikasiya baxımından yaxşıyam əslində. Dil tapa bilirəm hər insanla. Nə gözəl. Güzel. Bu bizim işimizin %60'ıdır. %40'ı hard skill'imizdir. Bunu unutmayın. Bunu özünüzdə həmişə motto eləyin ki, %60 mənim kommunikasiyam gözəl olmalıdır. Deməli, biznes və texnologiyanın sintezi ilə nə edəcəyik? Biz banklarda, fintech şirkətlərində, telekomlarda, sığortalarda, logistikada, ümumiyyətlə bütün böyük korporasiyada bu rola ehtiyac var. Baxın, görün nə qədər şirkət var. Azerconnect, Azintelekom, Azerlotereya, MyGov, EGov, İDDA, sonra banklar, Yapı Kredi, Ziraat, bu. Görün nə qədər iş şansı var. O qədər ehtiyacları var ki, özlərini çünki ifadə edə bilmirlər. Yəni, çox ehtiyac var həqiqətən. Biri var ki, lazım olmayan sahə olsa, heç mən baş qoşmaram bu sahəyə də, yəni dünəndən şey eləmərəm, öz effortumu xərcləmərəm də, bu şeysiz olsa da, mənə gəlir gətirməyən olsa. Yəni, elə insanlar, elə maaşlar olur ki, yəni 4K, 5K özünü inkişaf elətdirən. Bu da məncə indiki dövr üçün normaldır. Scientistdən çox olur, hə, məncə. Nə? Data scientistdən çox olur. Maaş alırlar.
Mən gördüyüm o elədəm. Onlar biz daha mən məsəl üçün adi şeydən görürəm də, belə vid fasondan özünə baxmağını bilirəm. Data science həmişə sürünür. Hə. Data science. Normal. Ya bilmirəm xərcləmirlər pullarını yenə. Məncə də xərclənir. Amma belə riyaziyyat falan onlarda çox olur. Validatorlar falan da görürəm. Belə Onların işini mən bax bizdə Paşa sığortadır da bir dənə şey var, UX UI dizayner. Bir ara çox bomba partladı, bilirsiniz UX hamı dizayner olurdu. Hardasa 3 il 4 il zadı bəlkə. Vaxtda hamı gedirdi Kodakam deyə pul tökürdü. İndi promptu verirsən sənə dizayn çıxardır da, uzaq başı özün. Biz o boyda şirkətdə bir dənə UX UI-mız var. Bir dənə. Bu nə deməkdir? indi biznes daha önəmlidir. Bəli. Biznes. Mən o UX UI-nın işini özüm də görürəm. Marketoloqun işini özüm də görürəm. Bax bunların işi biraz apasındır. Düzgün işləməklə. Hə, gördünüz onu əvəz elədilər. Mən o vaxtdan ümumiyyətlə ürəyimə dammışdı ki, o sahələr gəlir gətirməyəcək. Sən biraz daha ağır, bu ona nisbətdə daha ağırdır, amma daha beyinlə işləyən sahələr lazımdır əslində. Sağ olun. Əvəz eləyə bilməyəcək. Hə, insan Çox beyninə gözəl əvəz eləyə dedin sən bilməz. onu. Mən yenə deyirəm, nə qədər mən mükəmməl prompt yazıram, AI-ya verirəm, o mənə düzgəməli flow çəkmir. Yəni o məni əvəz eləməsi üçün nə bilim, nə Hər etməlidir. şeyi bilmir ki, biz ona ötürdüyümüzü bilirik. Necə analiz eləsin hər şeyi birdən? Yes. Bacarmır. Amma bizim beynimiz mən elə başa düşürəm ki, onlardan daha mürəkkəb şəkildə işləyir. Hər şey düşünür, insan faktorunu nəzərə alır. Yenə deyirəm, bax dizaynerdir. Bax bu gün qarşılaşdığım bir məqamda gəldim, dedim ki, mənə bir dənə dizayn çək də. Dedi, mənə flow-nu ver. Mən onu atacağam prompta, verəcəm, vaxtım yoxdur. Bir dənə də axı yazı neçə yerə bölünsün. Həm mobil app işləyir, həm web işləyir, həm onu işləyir, həm inteqrasiya eləyir, təzəlik çıxardır. Yəni görürsüz, çox asanlıqla mən mənim flow-umu əsas götürdü. Görürsüz orada da çəkdiyim xəritəni, proses hansı mərhələlərdən keçəcək. İfləri mənə verə bilmir, düzgün çəkmir, xəttləri əyri-üyrü çəkir. O xəttlər, o da sənətdir, səliqəli olmalıdır o xəttlər. Bax belə mən yəni hələ ki görməmişəm. Düzgün verə bilməz axı. O ancaq şey olan işləyir. Harda olar? Hə, düz iş, bir dənə düz yol gedir. Deyirəm bəs bir məsələn düz xəttlə çəkib belə happy case-ləri yazır. Bizdə müdiriyyətin qabağında, yəni bu %99 belədir. Direktordur, çıxır məsələn, nə bilim rəis deyir sual verir də, oradan sən onu təqdim edirsən, danışsan. Soft skills əsasında verilir. Yes. Hə. Onda olmadığı üçün. Burada nə olacaq? Hə, burada nə olacaq? Bizim açarımız odur. O burada nə olacağı biz ora düzgün qoya biliriksə, biz parıldadıq, partlatdıq. Biraz da təcrübə lazımdır. Təbii ki də mən də birincidən belə olmamışam. Elə həmişə düz çək, ChatGPT kimi düz çəkmişəm flow-nu. Hə. Sonradan bilmişəm, yıxıla, qalxa, düşə, əylə bilmişəm. Amma o başdan da çox şey asılıdır. Bax siz baxıram cavablarınızı, beyniniz yaxşı işləyir. Bir də məsəl üçün bank sektoru yəqin ki, eyni tip düşünər. Məsələn, sığorta eyni tip düşünər. Yes, ona görə də iş yerini 3 ildən bir dəyişmək lazımdır. Yəni 10 il, 15 il bir yerdə işləyənləri başa düşmürəm. Hə, onların CV-sində nə olur? Onlarda elə bir təəssürat yaranır ki, işə götürəndə bu heç nəyi bilməyib deyə elə yapışıb bir yerdən rahat olub ona, qalıb orada. Məsələn, mənim yerim çox mənim yerim o qədər super bir rahatlıqda idi da. Yəni mən işə 11-də gedirdim, nə bilim 4-də çıxırdım. Yəni mən o rahatlığı qoyub, yəni özümü o rahatlıqdan çıxardıb, gəldim bu 9-6 Gestapo kimi rejimdir də, bir dəqiqə oyan bir yana olub. Hə. Çünki Azərbaycanda ümumiyyətlə bu sektorda, biznesdəki böyük bank və sığortadan daha böyük bilmirəm, yoxdur. Bank və sığorta həmişə var, olacaq ömrümüzün axırına kimi və inkişafa meyilli sahədir. Məsələn, bu sahə hibriddir daha çox, yoxsa Bizdə hibrid yox, kapitala qurban olan. Orada işte, burada yox. Nəsə getməsən, icazə yazmalısan, çox kəskin ciddidir. Bizə deyirlər ki, vaxtında durmayın yerinizdə. Təzə getmişik, heç işiniz də yoxdur. Qayda qanunu öyrənirik hələ. Deyir, yox, vaxtında durana pis baxırlar. Dedim, necə yəni, başa düşmədim. Yox, 1 saat, 1 yarım saat sən burada işini görməzsən. İşin olmasına görə də yalanlar. Gör, hər şey pis baxır. Bir dənə körpəsi olan var, az çıxır. Mən ümumiyyətlə 10-da 11-ə qədər işləyənlərə mənim yanaşmam budur. Səbinə xanım buradasınız? Gedib. Nə oldu?
ağ çıxıb. KPI analistləri var, bizdən yuxarıdakı mərtəbədə. Şəxsən tanıyıram, mentor olmuşam da uşaq. Deyir, 11-ə qədər oturub işləri qurtarmağa çalışırıq. Çünki çoxdur, deyir, komanda Ödənlər ödənilir bəs. Orasını ödənilmir. Yox, Başqasının şirkət üçün o qədər günlük, saatlı, vaxtı tələb edirlər. ayırırlar. Ona yüklüyüblər. Deyir, sən olmayacaqsan, başqası olacaq. Ələ olacaq, belə olacaq. O, məsələn, nə deyirəm? Təcrübəçilər bilə niyə stressdədir? Deyir ki, bu pulsuz işləməyəcək. Bundan sonraki pulsuza razıdır. Sırayla 10.000 nəfər dayanıb orada. Nə təcrübə olsun, orada bir sivdə yaxşı. Hamısı da bir şeylə gəlirdi ora, ümidlə gələn işə girəcək. Hə, onda 11-də işləyən işçi mənim üçün effektiv işçi deyil. Mənim də 12-yə qədər qalan vaxtlarım olub. Niyə? Çünki iş vaxtı çatdıra bilmirdim oxumağı. O işdən sonra qalıb prosta dərs oxuyurdum da. Yəni özüm üçün oxuyurdum. Bank üçün eləyirdim. Əslində prosta özümü inkişaf elətdirirdim. Sonra proda nəsə çıxır, tutalım ki də çox belə vacib ölüm dirim məsələsidir. Tutam bankın ən gəlir gətirən nədir? Kredit satmaq. O çöksə, hamı bir-birinə girəcək də. Yəni bir anlıq dayanma belə neçə min itkiyə səbəb olur, müştəri narazı olur. Yəni aləm dəyir bir-birinə. O dayanmamalıdır. O maksimum işləkliyində olmalıdır. Maksimum tez cavab qaytarmalıdır. Hə, ona 11-ə qədər oturub işini görən işçi mənə görə effektiv. Deməli o 9-dan 6-ya fırladıb, indi oturub işləyir. Hə. Yox, o hər zaman mən indi 6-da çıxıram. Yəni çox da işləyirəm. Və mən çalışıram ki, bir də onu eləyəcəklərsə boş-boş görüşlərə qoşacaqlar, orada uzun-uzun danışır. Çalışın öz dominantlığınızı yeridin. Başa düşdünüz ki, bu boş danışır, onu mədəni cəhətdən oturtdurun da yerində. Deyin ki, dəyişin söhbəti, yəni fırladın da, özünüz ələ alın, həmişə siz idarə eləyin. Ümumiyyətlə, sizdə olsun söz. Onları elə halə gətirin ki, o şaşırsınlar nəyə uğradıqlarını, hə. Sizdə olsun. Çünki mən məsələn bu dəqiqə elə eləyirəm. Girdim görüşə, gördüm boş-boş danışır. Elə eləyirəm ki, yəni bir görüş 30-40 dəqiqədən artıq effektiv sayılmır. Orada o günlər qışqırmışam birinin üstünə. Bax, bir sözü belə deyir. Bu budur da. Hə, bu budur. Danışdın da bağla, bəsdir. Keç də növbətiyə. Çünki o görüşlər vaxtımızı alırıq. Biz oturub ondan çıxanın dokumentasiyasını yazmalıyıq. O boş-boş danışır da, PO-dur da. Heç nə yazmır, eləmir. Oturub prosta danışır. Onun için danışmaqdır. Bizimki həm danışmaq, həm dokumentasiya yazmaqdır. Ona görə IT BA-dən PO-luğa gedənlər, nə bilim, daha yüksək vəzifəyə gedənlər daha donanımlı olur, daha oturur. Ona heç kim aldada bilməz, çünki o oradan gəlib, bilir hər şeyi. Amma oradan keçməyən çox çətinlik çəkir. Gedir, oturur, təzədən kurslara gedir, inqresiya zada, otururlar, oxuyurlar, PO-lar. Bilmir axı, deyirsən, pula baxır üzvə belə. O da onun üçün pis bir şeydir, yəni yaxşı bir şey deyil. Onu hamı top kimi o tərəf bu tərəfə şey eləyəcək də, sözünü keçirdə bilməyəcək. Hə. Səbinə xanıma nə oldu? Hə, internet atıb linkə. Mən linki ona necə atım belə. Kopyalayaq. PMI PBA qəşəngdir. Professional Business Analyst. PMI PBA. Sonra çox gözəldir. Buna üstünlük verirlər. Orada həm də yaxşı başa salırlar. Yəni bizim ölkəyə, bizim işlətdiyimiz hər şey yaxındır. Qoşulsa görəcəm. Bəli, əlbəttə. Project Management İnstitut var. Araşdırarsınız. Bir bu, mən onu tövsiyə edirəm, mən çox araşdırmışam. Bir də IIB, Institution International Business Analyst, onun CBA-si, ECBA fərqi yoxdur. O dediyim bu birsilər levellərə görə dəyişir. Sizin iş saatlarınız var. Onu ora yüklüyürsünüz. Yenə deyirəm, bunun üçün birinci işləmək lazımdır. Mən elə məsləhət görürəm, boş-boşuna pulunuzu verməyin.
Yəni onu mən onsuz da burada da orada öyrədənləri öyrədəcəm. Texnikanı biləcəksiniz. Sadəcə bir dənə sənəd olsun deyə texnikanı öyrədirəm mən. İntervyu suallarını öyrədirəm. Real кейslər verirəm. Qalır bir dənə başlayıb iş götürüb işləyirsiniz. Bilib burada öyrəndikləriniz əsasən. Vəsə iş saatınız dolur. Ondan sonra bir il keçər, il yarım keçər, bir dənə sertifikat alarsınız. Bu deməkdir ki, siz bir leveli bitirdiniz, o bir levela başladınız. 4 əsas level var hər bir şirkət üçün. Kiçik mütəxəssis, mütəxəssis, aparıcı, baş. Ondan sonra da head olursan da, elə bil ki, başçı olursan, team lead kimi. Head bəzi yerlərdə menecerdir, bəzi yerlərdə headdir. Menecer niyə deyil? Menecer fərqli rollardan ibarət komandanın. Amma siz orada o da ola bilərsiniz. Technical product owner da ola bilərsiniz. Texniki məhsul sahibi. PM də ola bilərsiniz. Project manager məsləhət görmürəm. Çünki o deyil, heç o deyil. Azərbaycanda o deyil. Azərbaycanda bu dəqiqə yəni sənə vav belə baxarlar o vaxt ki, məhsul sahibi olsan, yaxşı ITBA olsan, bunda vav eləyirlər. Axırda gedib arxitektor da ola bilərsiniz. O qədər yəni biləcəksiniz, məsələn 5 il, 6 il, 7 il işləyəcəksiniz. Oje siz necə olacaq iş prinsipi? Mənim məqsədim inşallah odur. Sən işləmirsən, task eləmirsən, o vaxtda ikən eləmirsən də, daha o qədər işləmirsən. Prosta oturursan, sənə gəlir, müzakirələrə qoşulursan, öz biliklərindən, yəni məsləhət verirsən. Konsultant olursan. Rahat, maaşın gəlir, çox qəşəng. Bir də sən qazandığını yeyirsən də burada bilikləri. Öz-özünə işləyirsiniz. Hər şey öz-özünə işləyir. Sənə gəlirlər ki, bunu eləyim, yox bunu eləmə. Burada bu var. Məsələn, bilirsən axı burada da sənin hər taskların. Bax belə. Texniki tərəfdən qopursunuz biraz. Yox, niyə arxitektor olursan, texniki gətirib göstərirlər, texniki implementasiyanı. Orada yazmırsan, göstərirsən, beynindəkilərlə bu nə olar? Biliyin o qədərdir ki, o qədər çox şey görmüsən də, yəni sən töhfə verirsən, maillər yazırsan, görüşlərə girirsən. Mənim üçün ən gözəl iş sistemi budur. Heç nə yazmırsan, heç nə eləmirsən də, prosta gəlsən. Yes. Bilirək, 10 il örgənib də əziyyətini çəkib, elə belədən olmur o. Şerit fasilə verim. Mən də onu deyəcəkdim ki. Biraz su için onda. Durun. Bilmədim o qədər keçdi. Amma indi piyala öz. Üniversitet edirsən. Prosta bir diplomda da olsun orada. Şəxsən Nə mən yəni getdir? istəməsəm Bir dənə olsun ki, rəssamlıq o irəli gedir. heykəl tərəfdən Çox sağ ol. Amma çox şükür ki, dəyişdirmişəm. Yəni mən 5-ci ildə baxıb gedəcəm. Mən bakalavurda fizika bitirmişəm. Gördüm fizikadan çox mənə götürdüm fizikadan mənə çox da şey yoxdur. Qurtarım. Getdim biznesin idarə edilməsi MBA-nı oxudum. Mən Qoyarxan universitetdə gəlsin. biznesin idarə edilməsinə görə. Sonra Aktada da işləyirəm. Onda da biznesin idarə edilməsinə görə. Yəni o diplom olaraq məsələ lazımdır da. Məsələn, fizikaya görə heç biri məni götürmürdü. Fizikada yəni mənə lazımdır. Yəni Demək, gəldi 9-da. Riyaziyyat tərəfinə nə qədər yönəlsin. Görüm indi gələ bilir. Buyurun gəlsin. Biznesin idarə edilməsi. Onu dedim elə, onu təklif edirəm. Biyologiya bitirdim, biznes sənətlə baxıyorum. Orxan bəy gələ bilirsiniz dərsə bugün əyani. Mən bu il saxladım magistri, çünki hədəflərim... Gələ bilirsiniz indi dərsə bizə, bura. Gələ bilirsiniz, gəlin. Sadəcə bir dəqiqə vaxt qoyum var. Dərs vaxtında, onun doğuş istəyəndə dərs vaxtında buradan da nəfər istəyər. Gedə bilir, ancaq özüm adaylarım var. Yox, bir dənə danışaq da, məsələn. Yaxşı, oldu. İşinizdəki giriş, onu da lisansımızda adayla getirmişdim. George Washington marketi. Onu istəyirəm. Amma onun da necə deyim, tələbləri çoxdur. 7.5-dən yuxarı IELTS istəyir. Daxildə sonra müsahibə var, test imtahanı var, kalkulus 1, 2, nə bilim orada texniki tərəflər də var. Məncə bacararsınız yəni. Belə baxan maşallah görünüşdən falan gedin. Amma birinci təcrübə yoxsa. Gələk sonuncu slaydımıza bugün üçün. Deməli,
Kaydımız gedir bizim. Gedir. Sabine xanım da qoşulmadı. Nəsə internet problemi var onun. Sonunda dedik ki, IT Business Analyticanın işlədiyi sistemlər, CRM-lər. CRM nədir? Customer Relationship Manager-də, yəni müştərini idarə etmə sistemi. Hansı ki, bu call center işləyir burada. Orada məsələn onlar üçün interfeys yaradıblar ki, zəng gəldi, rahat girsin, açsın, baxsın. Onun üçün sistem yaradıblar. ERP-lər, yəni SAP, Oracle, NetSuite, Odoo. Bunlar sırf data analitik tərəfli yönümlü biznes analitiklər üçün lazımdır. Hansı ki, biznes analitikdir, IT biznes analitik yox, biznes analitikdir. Datanı çıxardır, baxır, qərar verir, action götürür, hərəkət seçir. Dataya baxdı, tutalım kreditlərdən, nə bilim, 4 illik verilən kreditlər ödənmir. Dataya baxdı, qərarı verdi. Hər təklif eləməlidir. Neyniyək? Nə bilim, 4 illiyi verməyək, nə bilim, neyniyək, razılaşdıraq, 4 illiklərə daha həssas yanaşaq, faizi azaldaq, ili çoxaldaq və belə. Bir portfel olur, necə ki, krediti verirlər, krediti verəndən sonra onu almaq da var axı. Onun üçün də bir modellər düzəldirlər ümumiyyətlə. Project Management, Jira'dır, Asana'dır, Trello'dur. Bax, bunlar layihəni, task yazmaq üçün, layihəni idarə etmək üçün, görmək üçün. Kim nə bilir, əvvəl dəftər vərəqdə işləyirik, indi isə hər şey webdə, sistemli şəkildə, hər kəsin öz taskı boardda görünür və s. Və bunlar. Sonra Communication, Slack'dir, MS Teams'dir, Zoom'dur, bunlar bilirsiniz də, yəni işlənilən sistemlərdir. Orada həmişə diqqət eləyin, hər özəl şeyi yazmayın. Onsuz da şirkətə girəndə bu phishingdir, digər şeylərdir, data oğurlanmalardır, sizə deyəcəklər. Parol, user, password yazmayın əsla orada. WhatsApp'da yazın, digər yerlərdə kiməsə, olur da indi kimsə kiməsə parolunu verir, nəyisə baxmaq üçün. Ancaq WhatsApp'da, yəni kommunikasiya, ümumiyyətlə şirkətə aid olan kompüterdə çalışın, kənarlaşmalar eləməyin. Ancaq şirkətə aid olan şeylər olsun. Nəsə, o qoşuldu. Yox, gəlib qulaq asacaqsınız onsuz da. Belə gətirə bilərsiniz, amma əgər qoşula bilməyəcəksinizsə praktika dərsinə baxın da. Sonra data analitika, Power BI, Tableau, bu vizuallaşdırmaq üçün. Bunu bizə çox vacib deyil, amma baxıb başa düşmək üçün, yəni anlayışımız olsun sadəcə. Sonra dizayn prototiplərdir, Figma-dır, Miro'dur. Burada biz prototiplər çəkəcəyik. Biz gedirik, analiz eləyirik. Elədiyimiz analiz özümüzün başa düşdüyümüzü gətirib komandaya mütləq şəkildə çatdırmalıyıq. Onun üçün də toollar var. Bu həmin göstəriş toolları, presentation toolları. Həmin o bu Figma-dır, Miro'dur, göstərməkdir, flowchartlardır. Biz bununla təqdim eləyəcəyik komandaya. Bizim professionallığımız, yenə deyirəm, orada bilinəcək. Məsələn, bir dəfə təcrübədən bir şey deyirəm. Yenə deyirəm, 8-10 ilin ITBA idi. Word-də gətirib belə şey yazıb. Biabır elədilər, ağ yub qara sərdilər onu ki, sən neçə ilin şeydir, bu nə təqdimatdır, bu nədir? Elə bir ki, şey quraşdırırdıq. Üst tanıma sistemi, onda hələ simazat heç nə yox idi. Mən danışıram 5 il əvvəlin söhbətini. Elə bir kapitalda onlayn kreditlər satışı idi. İlk dəfə təsə çıxmışdı bazara onlayn, Leo Ozaq bazara çıxmışdı. Banklar təntiyirdilər ki, biz də çıxaq da, bazarı almasın Leo, müştərimizi almasın. Onlayn kreditlər çıxanda onlayn necə eyniləşdirsin? Axı ona pul verir. Sığorta olanda sən pul alırsan ondan. Sənə ödəniş eləməlidir. Amma kreditdə sən verirsən pulu. Sən məcbursan ona eyniləşdirəsən, məlumatlarını yazasan. Sığortada çox da takmırlar da. Bir dənə PIN kodu oldu, şəxsi məlumatlar oldu, bəsdir. Pul verirsən deyə daha titizdir. Ona görə o digital verification, digital üz tanıma, rəqəmsal üz tanıma olmalıdır. Sən gətirmişdi onu Word-də yazmışdı. Üzü bu boyda. Özü də buna 10 gün vaxt sərf eləyib. Bilinir ki, fırladıb da, yəni. Və onu onunla, o səhvlə belə də vurdular onu. Bir dənə nəsə oldu, böyük qlobal şey, adam gözdən düşür. Bir şey soruşum, onu dediyiniz flow'unu harada yazırlar? İndi biz onu dərslərdə keçəcəyik. Proqramlar var, gözəl, göyçək, bizim kimi gözə gəlimli, cəlb edici, başa düşülən biznes adamları texnikidən başları çıxmır. Bu bir mənalı belədir. Müdiriyyətlərinizin, əgər texniki deyilsə, biznesdən başa çıxmır. Daha sonra IT-dən başa çıxmır.
Onlar biznes adamlarıdır. Onlara gördüyünüz işi texniki dillə yazsaz, deyəcək nə danışsan sən? Ona maraqlı olmayacaq. Ona onun dilində göstərmək lazımdır. Texniki dildə onsuz da siz bilirsiniz ha, texniki dildə. Onda sizin rolunuz ortaya çıxır ki, o texniki dildə ona bacarasınız göstərmək ki, biznesdə budur. Deyəcək, hə, burada nə başa düşüm mən, nə deyirsən? O baza bilmir, gedib nəyisə hardan çəkmək bilmir, Kafka bilmir, Postman bilmir, Swagger bilmir. Texniki anlayışı adamın nol. Ola bilər 10-15% olsun texnika. O da eşitdiyi sözlərlə də gündə iclaslarda olur. O onunla adam işləməyib birbaşa məsəl üçün. Nə bilim 50 yaşı var, 40 yaşı var. Nə bilsin nədir. Ona görə də biznes dilində göstərəcəyik ona. Həmin o toolları göstərəcəm hamısını. Bir işləyəcəyik onlarla. Sonra dizayn prototipi dedik, integrationlar, Kafka, Postman, Swagger, bunlarla da işləyəcəyik, sorğu göndərəcəyik, sorğu alacağıq real olaraq. Hansı ki, mən Word-dan yemək sifariş edirəm, adi bunu yazıb, pizza sifarişi, belə yadınızda saxlayın. Mən ora nə edirəm? Datamı göndərirəm, pizza istəyirəm, bir dənə istəyirəm, ketçup istəyirəm, kartoşka fri istəyirəm. Bu mənim requestimdir, sorğu nümunəmdir. Bu arxada gedir, kuryerə çatdırır, restorana çatdırır. Bunlar hamısı API-lardır. İndi onu da dərindən keçəcəyik. Bunların da işlədiyi toollar var. Biz onu görmürük axı, harda görək? Postman onudur, qrafik istifadəçi interfeysi. Onu göstərir ki, sən bunları yazdın, bunları qaytaracam sənə. Bunu arxada qoşdum, düzəltdim. Maşının mühərriki də görmürəm onu. Maşının üstünə gəlirəm, rulunu düzəldirəm. Rulu sağa eləyəndə mühərrik tutam təkərlər bu tərəfə gedir. Bunlar API-larda arxada işləyən sistemdir. Amma üzdə görürsüz təkərdir, ruldur, mən onu idarə eləyirəm, kapotudur, üstüdür, güzgüləridir. Bu frontdur. Arxada gedən şeyin fronta təsiri. Məsələn, maşın hərəkət eləyir. Necə hərəkət eləyir görmürəm axı mən. API-ı, bu arxada gedən prosesləri elə düşünün, içindədir. Görmürəm, amma orada gedir ha iş. Onu da görmək üçün interfeyslər var, biz onu göstərir. Onu da keçəcəyik. Ondan sonra cloud servislərdir, AWS-dir, Azure-dur, Google Cloud-dur, OneDrive-dur, Dropbox-dur. Bunlar da, məsələn, bugünkü gündə yenə deyirəm, dərin getməyəcəyik. Üzdən biləcəyik. Adını işləndə bizə qulağımıza şey gəlməsin, yad gəlməsin. Biz o sözləri işlətdikcə, burada öyrənəcəyimiz sözləri nə deyir? Yox, qrupa yox, bizim necə deyim, portalımız var. Özümüz giririk, webdən yazırıq, kabinet kimi düşünün də. Mən iqtisadda oxuyanda var idi, bilmirəm, bütün universitetlərdə var, yoxdur. Var, hə? Artıq gəlib, ay, qazanmışam. Hətta, oradan girib oxuyacağıq dərslərimiz, tapşırıq da oradadır. Bunlar sözləri işlətdikcə sizə developerlər belə baxacaq ki, bilir, çünki developerlər biraz qıcıq olurlar da, deyirəm, bu biznes adamı da bilmir. Amma onu bildikcə indiki günün özündə də mənə developerə qıcıqlıq eləyir, amma mən deyirəm ki, mən bilirəm. Otur yerində. Və belə. Bugünkü dərsimiz bu qədər. Mən dayandırıram şeiri. Gələn dərsdən biz başlayacağıq keçməyə hər şeyi daha detallı.